Əziz, yenilikçi, azadlıq sevər, zəkası ilə hər zaman gələcəyi fəth etməyə hazır olan və özünə məxsus dünya görüşü ilə seçilən dahiyanə dolçalar, hər birinizi səmimi qəlbdən salamlayıram. Ulduzların göy üzündə cızdığı o sehirli xəritəni oxumaq, planetlərin bu yay həftəsində məhz sizin üçün hazırladığı gizli mesajları, kosmik fürsətləri və həyatınızı daha da rəngarəng edəcək ipuçlarını bölüşmək üçün yenidən bir aradayıq. Önümüzdə 22 iyun tarixindən başlayıb 28 iyun tarifinə qədər davam edəcək olduqca orijinal, daxili dünyanızı kəşflərlə dolduracaq və sosial çevrənizdə böyük bir enerji dəyişimini hiss edəcəyiniz 7 günlük zaman kəsiyi var. Bilirsiniz ki, sizin idarə edici planetiniz, kəşflər, dəyişimlər və radikal yeniliklərin rəmzi olan Uran, həmçinin ənənəvi olaraq intizam və zəhmətin hamisi Saturndur. Günəşin xərçəng bürcünə keçməsi ilə birlikdə sizin üçün gündəlik rutinlərinizə, sağlamlığınıza və iş mühitinizdəki detal təfərrüat məsələlərinə daha çox diqqət yetirəcəyiniz yeni bir dövr başlayır. Hava ünsürünün ən qeyri-adi və yaradıcı nümayəndəsi olaraq bu həftə kainat sizdən biraz yerə enməyi, o böyük xəyallarınızın təməlini atmaq üçün gündəlik vərdişlərinizi nizamlanmağı tələb edir. Gəlin bu maraqlı həftənin hər bir gününü, qarşınıza çıxacaq fürsətləri və diqqət etməli olduğunuz məqamları bütöv bir hekayə kimi, saniyə-saniyə, tam səsləndirməyə uyğun axıcı bir tərzdə birlikdə vərəqləyək. Həftənin ilk günü olan 22 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız zaman zəkanızda min bir yeni ideya və hər şeyi fərqli bir üsulla etməyə dair böyük bir coşqu hiss edəcəksiniz. İş mühitinizdə və ya gündəlik işlərinizdə köhnə, standart metodları kənara atıb özünüzə məxsus yeni bir sistem qurmaq istəyəcəksiniz. Bazar ertəsi günü texniki məsələlər, rəqəmsal layihələr və ya yaradıcı işlərlə bağlı inanılmaz bir fokuslanma enerjiniz olacaq. Dolça olaraq siz həmişə qeyri-adiliyi sevirsiniz, lakin bugün kosmos sizə xatırladır ki, ən böyük kəşflər məhz ən kiçik detalların düzgün idarə olunmasından başlayır. İş yoldaşlarınızla və ya dostlarınızla olan ünsiyyətdə ego qarşıdurmalarından və fərqli baxış bucaqlarını müdafiə edərkən çox sərt çıxış etməkdən çəkinin. Günün ikinci yarısında tək başına çalışdığınız, heç kimin hələ ki xəbəri olmayan o yaradıcı ideyanız üzərində fokuslanmaq sizə böyük bir mənəvi rahatlıq və gələcək uğur vədi bəxş edəcək. Çərşənbə axşamına, yəni 23 iyun tarixinə keçid etdiyimiz zaman ünsiyyət planetimiz Merkurinin səmada yaratdığı parlaq təsirlər sizin sosial və intellektual gücünüzü pik həddə çatdıracaq. Bugün yeni tanışlıqlar, maraqlı söhbətlər və beynəlxalq əlaqələrlə bağlı danışıqlar üçün ilin ən uğurlu günlərindən biridir. Sizin o unikal, hər kəsdən fərqli düşünmə tərziniz bugün qarşınızdakı insanların diqqətini dərhal cəlb edəcək və onlara ilham verəcək. Əgər rəqəmsal platformalarda, YouTube kanallarında və ya sosial şəbəkələrdə məzmun istehsal edirsinizsə, çərşənbə axşamı sizin üçün bir kəşf günü olacaq və insanlar sizin fikirlərinizə hər zamankindən daha çox maraq göstərəcəklər. Maliyyə məsələlərində isə bugün çox praqmatik qərarlar verən, büdcənizdəki texniki xətaları və ya lazımsız rəqəmsal abunəliklərinizi təmizləyərək gələcək yatırımlarınız üçün gözəl bir balans yarada bilərsiniz. Sözlərinizi seçərkən diqqətli olun, doğruları söyləyərkən o məşhur dolça orijinallığınızı diplomatiya ilə birləşdirin. Həftənin ortasında, yəni 24 iyun çərşənbə günündə ayın hərəkətləri emosional dünyanızda bir qədər daxili sakitlik və özünə qapanma ehtiyacı yaradacaq. Hər zaman cəmiyyət üçün düşünən, böyük insanlıq idealları ilə yaşayan siz dolçalar, bugün qəfildən öz kiçik, şəxsi dünyanıza qayıtmaq, ruhunuzu dinləndirmək və daxili balansınızı bərpa etmək istəyəcəksiniz. Ailənizlə və ya çox yaxın, sadiq dostlarınızla səmimi, fəlsəfi söhbətlər etmək sizə çox yaxşı təsir edəcək. Əgər ürəyinizi sıxan hər hansı bir məsələ varsa, bunu sadəcə güvəndiyiniz bir insana açmaq və ya yazıya tökmək daxili böyük bir yüngüllük gətirəcək. Bugün sağlamlığınıza, xüsusən də sinir sisteminizə və yuxu rejiminizə xüsusi diqqət yetirməlisiniz. Zehni yorğunluq bədəninizdə yüngül gərginliklərə səbəb ola bilər. Bitki çayları içmək, axşam saatlarında rəqəmsal cihazlardan uzaqlaşaraq sakit bir musiqi dinləmək batareyalarınızı doldurmaq üçün çox vacibdir. Gəldik həftənin bəlkə də ən sürprizli, sosial və romantik dolu gününə, 25 iyun cümə axşamı. Sevgi və estetik ilahəsi Veneranın səmada parıldayan gözəl işığı sizin şəxsi münasibətlərinizə, sosial çevrənizə və yaradıcılıq sahənizə sehirli bir toxunuş edir. Əgər həyatınızda kimsə varsa, bugün aranızda uzun müddətdir davam edən o soyuqluğu, monotonluğu tamamilə qırıb ata bilərsiniz.
Partnyorunuzun sizə bəxş edəcəyi xüsusi bir diqqət, səmimi bir etiraf qəlbinizdəki bütün şübhələri yox edəcək. Subay olan dolçalar üçün isə cümə axşamı günü tam bir dönüş nöqtəsi ola bilər. Sosial şəbəkələrdən, maraq dairənizdə olan tədbirlərdən və ya ortaq hobbiləriniz olan bir dost vasitəsilə sizin o qeyri-adi dünyanıza ayaq uydura biləcək, fərqli düşünən və sizi heyran edəcək bir insanla tanışlıq ehtimalı olduqca yüksəkdir. Bu insana dərhal qapılmadan əvvəl onunla intellektual olaraq da eyni dalğada olub-olmadığınızı yoxlayın, flörtün və diqqət mərkəzində olmağın dadını ürəkdən çıxarın. Həftə sonunun astanasında 26 iyun cümə günü diqqətiniz tam mənası ilə iş və maddi resurslarınıza, gələcək üçün planlaşdırdığınız böyük layihələrə köklənəcək. Biz bilirik ki, Dolça bürcü heç vaxt adi, köhnə üsullarla işləməyi sevmir, siz hər zaman ən yenisini, ən sürətlisini axtarırsınız. Cümə günü planetlərin mövqeyi sizə iş mühitinizdə daha ciddi, pragmatik və hesabatlı olmağı, öz yaradıcı ideyalarınızı konkret nəticələrə çevirməyi məsləhət görür. Son zamanlar çıxan xərcləri masaya yatırın, gəlirlərinizi dəqiq hesablayın. Önümüzdəki aylar üçün böyük bir investisiya planı qurursunuzsa, indidən bir kənara vəsait qoymağa başlamaq gələcəkdə əlinizi inanılmaz dərəcədə gücləndirəcək. İş yerində isə pərdə arxasında hazırladığınız o böyük, fərqli ideyanı təqdim etmək, strategiyanızı göstərmək üçün çox uğurlu bir andır. Sizin nə qədər dərindən düşündüyünüzü və hər bir detalı mükəmməlləşdirdiyinizi görən iş ortaqlarınız sizə olan etibarını bir qat daha artıracaqlar. Həftə sonu gəlib çatdıqda 27 iyun şənbə günü sizin o sosial, əyləncəli və insanlarla ünsiyyətdə olmağı sevən, kəşfiyyatçı tərəfiniz tam gücü ilə oyanacaq. Şənbə gününü tamamilə evdə oturaraq keçirmək sizə görə deyil, mütləq yaxın çevrənizlə bir araya gəlin, fərqli bir məkanı, heç getmədiyiniz bir parkı və ya muzeyi kəşf edin. İnsanlarla edəcəyiniz intellektual mübadilələr, fəlsəfi və yumor dolu söhbətlər zehninizi tamamilə yeniləyəcək. Daxil olduğunuz hər mühitdə təbii xarizmanız, zəkanız və səmimiyyətinizlə heyranlıq toplayacaqsınız. Uzun müddətdir məşğul olmadığınız bir hobbinizə, video istehsalına, dizayna və ya texnologiya ilə bağlı bir fəaliyyətə vaxt ayırmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Özünüzü ifadə etməyin hər bir yolunu sınayın, çünki sizin ruhunuz yaratdıqca, yenilik etdikcə və bəyənildikcə bəslənir. Həftənin son günü olan 28 iyun bazar günü isə kainat sizdən tam bir sakitlik, mütləq istirahət və zehni arınma tələb edir. Bütün həftənin gətirdiyi o emosional və zehni yükü, iş gərginliyini tamamilə unuda bilmək üçün bugün rəqəmsal dünyadan, ekranlardan və sosial şəbəkələrin o yorucu axınından mütləq uzaqlaşmalısınız. Bazar gününü tamamilə təbiətlə bağ qurmağa ayırın, açıq havada sakit bir yürüyüş etmək, təmiz havada nəfəs almaq və ya sadəcə evinizin ən rahat küncündə əyləşib gözlərinizi dincəldərək sakitliyi dinləmək sizə inanılmaz dərəcədə yaxşı gələcək. Ötən həftə ərzində yaşadığınız hər bir hadisəni, qazandığınız təcrübələri daxilinizdə sakitcə analiz edin. Görəcəksiniz ki, həyat sadəcə qaçmaqdan ibarət deyil, bəzən durmaq, dərindən nəfəs almaq və atdığınız addımların mənasını dərk etmək sizə ən böyük gücü verir. Özünüzə inanın, daxilinizdəki o sönməyən yenilik işığına güvənin və hər yeni günə böyük bir şükürlə, coşğuyla addımlamağa davam edin. İşıqlı, sevgi dolu, yeniliklərlə və böyük kəşflərlə zəngin bir həftə keçirməyiniz diləyi ilə.